جاهدت في سبيل الله. السلام عليكم يا أهل الأرض. هو الله وحده الله. الله بسم الله الرحمن الرحيم. قل هو الله وحده الله الصمد لم يلد ولم يولد ولم يكن. Allah rahmet eylesin. اللهم صل على محمد وعلى آل محمد. أعوذ بالله من الشيطان الرحمن الرحيم. هو الله الذي لا إله إلا هو الملك القدوس السلام. هو الله الخالق البارئ المصور له الأسماء الحسنى. صدق الله العلي العظيم. المرسلين سبحان ربك رب العزة عما يصفون والسلام على المرسلين آمين. الحمد لله. الحمد لله رب العالمين والعاقبة للمتقين. الصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفي ذنوبنا أبي القاسم محمد صلى الله عليه وسلم. اللهم ربنا يا ربنا تقبل منا إنك أنت السميع العليم وتوب لنا يا مولانا إنك أنت التواب الرحيم واحسنا ووفقنا إلى دولة الجنة واعف عنا واغفر لنا برحمة مولانا وانصرنا على القوم الكافرين. اللهم نور قلوبنا بنور القرآن يا رب. اللهم اكرم بكرامة اللهم شرفنا بشرافة القرآن. اللهم زينا بزينة القرآن. اللهم ألبسنا بخلقة القرآن. اللهم ادخل جنة القرآن ونجينا نيران بكرامة فضيلة بكرامة. اللهم جعل القرآن زينا لنا قرينا وفي القبر مونسا وفي الصراط شفيعا وعلى كلها خيرة دليلا وإماما بفضلك وبجودك وكرامك يا أكرم الأكرمين وأرحم الراحمين. اللهم اجعل السلام على الله هادية متصلة إلى روح نبينا وشفيعنا محمد المصطفى صلى الله عليه وسلم وإلى روح جميع الأولياء والأنبياء والشهداء والصالحين وإلى روح المؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات لا سيما خصوصا لهم. اللهم إني أسألك من التقوى والسلامة من كل اسم والغنيمة من كل اسم والفوز بالجنة والنجاة من النار. رحم الله من العظيم. فاتحة. الحمد لله رب العالمين. اهدنا الصراط المستقيم صراط الله ولا الضالين آمين. بسم الله. قل هو الله أحد الله. Allah rahmet eylesin. Allah cennetine. Çok sağ ol hürmet hazır. Hürmetli cemaat, aziz şehit ataları, hürmetli şehit anaları. Evvelden dedim size ki bu günleri 3 tedbirimiz var. 3 anım günümüz var bağlarımızın. Birini yekunlaştırdık, gelimiz sabirin döşündük. Allah Teala bunların her birinin yerini cennet eylesin. Amin. Allah Teala sizin her birinize kalan bağlarınızdan hayır göresin. Bir haşım var sizden, hemşe olduk haşlıyım, indi de değilim. Bir de gelip sükutlar, bütün şehitleri yad edek, hatıresini yad edek, sonra tedbirimizi devam ettiler. Çok sağ olun, teşekkür ederim. Hürmetli Sabir Bala, bugün halk senin döşündedir. Bugün izdihamdır. Bugün Şamaxı'nın kenar yerlerinden, kenar rayonlarından gelenimiz var. Şamaxı'dan gelenimiz var, konaklarımız var. Allah Teala Sabir'in anasının, atasının kalan bağlarını hayır görsün. Ya Rabbim, ya Resulallah. Hürmetli Sabir Bala, sizin döşünüzde, solunuzda dayanıp atanız, sağınızda dayanıp ananız. Bütün şehit ataları, şehit anaları hepsi burada benim yanımdadır. Karşımda Şamaxı rayonunun axundi ve elindəsin hamınızın aksakalı dayanıb. Her birinizden razıyam. Allah her birinizden razı olsun. Hürmetli Ceyhun müəllim. Buyur. Atalsan Sabir'in. Bir neçə kəlmə. Çok sağ olun. Teşekkür ederim. Allah hepinizden razı olsun. Uzaktan yakından gelen konaklar salamlayacağım. Gelen insanlar her biri bize aziz insanlardır. Burada bizim qonaqlar iştirak edirlər. Burada Sabir'in silahdaşları, qardaşları iştirak edir. Qonşular iştirak edir. Demək istəyirəm ki, bizə
tədbirlərdə həmişə olduğu kimi bizə əziz insanlar burada iştirak edirlər. Hər birindən Allah razı olsun. Amin. Hər biri balasının xeyrini görsün. Burada şəhid anaları iştirak edir. Hər birinin bağrıma basıram. Ataları iştirak edir. Mənim qardaşlarım, dərd ortaqlarım. Allah hər birimizin səbrini versin. Qalan balalarımızın Allah xeyrin görsətsin bizə inşallah. İnşallah. Allah şəhid balalarımızın ruhunu şad eləsin. Amin. Biz şəhidlərimiz haqqında saatlarla, günlərlə danışarıq, qutarmaz. Bəli. Amma biz onların yanında olmamışıq. Onların silahdaşları olublar şəhidlərimizin yanında. Onların xatirəsini onlar bizimlə yaxından bölüşə bilərlər. Allah qazilərimizə can sağlığı versin, şəhidlərimizin ruhunu şad eləsin, veteranlarımızın Allah can sağ eləsin. Getdilər bizim torpağımızdan ötürü, vətənimizdən ötürü getdilər, döyüşdülər. O vətənin içində hər şey var, hər şey. Din, haqq, insanlar, Hörmət. Bəli, hər şey var. Fərasət, hər şey var. Uzalara qaldırdılar, ali baş komandanımızın şübhəsiz ki, səy nəticəsində Allah Ali Baş Komandanımıza da can sağlığı versin, ömür versin. İnşallah dövlətimiz Allah Teala həmişə əmin-aman eləsin, sülh içində bərqərar eləsin inşallah. Allah əsgərlərimizi qorusun. İndi hal-hazırda bizim Səngərdə əsgərlərimiz var, düşmənlə üzbəyüzdülər. Allah onları qorusun inşallah. Sağ-salamat hərbilərin başa vurub ailələrinə dönsünlər. Evlad acısı çox ağırdır. Mən heç bir valideynə, ataya, anaya arzulayıram ki, Allah Teala evladla onları sınava çəkməsin, heç bir valideynə. Amma şəhidlərimiz üçün ağır da olsa qürurludur. Çünki onlar bizim xalqımızın namusundan, qeyrətindən ötürü, torpağımızdan, vətənimizdən ötürü getdilər. Canlarından, düşünmədən canlarından keçdilər. Allah şəhidlərimizdən razı olsun. Sabrin timsalında bu günləri il dönümü olan Fidan balamızın üçünün il dönümüdür. Nazım balamızın, Elvin balamızın, Allah Eldəniz qardaşımın səbrini versin. Sadullah balanın səbrini versin, anasının səbrini versin. Allah bütün şəhid ailələrin, anaların səbrini versin. Analar üçün həqiqətən də çox ağırdır. Həqiqətən də həm danışmaq, həm çox sağ olun, təşəkkür edirəm ki, bizi tək qoymadınız bu günləri. Bura bizi üçün müqəddəs bir yerdir, bizim hər birimizin olduğu şəhidlərin çəkdikləri əziyyəti bizə əmanət elədik bu torpağı. Göz bəbəyimiz kimi qoruyaq, saxlayaq. Mən bir qardaşım şeir yazıb Sabir haqqında, onu məndən xahiş elədim. Mənim adımdan iştirak eləyə bilmirəm. Deyərsiniz. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Sabahınız hayırlı olsun. Tədbir iştirakçıları. Mən də o tədbirdə üzrlü səbəbinə iştirak edə bilmədim və yazdığım bir neçə bənd şeir var. Onu Gül balamıza əsr etmişəm. İcazənizlə mən onu səsləndirim. Ömür boyunca. 5 ildir ki bizdən ayrı düşmüsən. Yer üzündə seçilmiş bir bəndəsən. Şükür olsun, sən bugün cənnətdəsən. Ruhun şaddır sənin, məqamın uca. Unutmarıq səni ömür boyunca. Şəhidlərin ruhu əzizdir bizə. Ağır zərbə vurdu düşmənimizə. Sonda nail olduq qələbəmizə. Üzünü görmədi anan doyunca. Unutmaz o səni ömür boyunca. Nur üzlü şəhidim, igid sabirim. Hər gün, hər yerdə görünür yerin. Ruhun qarşısında baş əyirəm mən. Bizlər səni haqq yerinə qoyunca, yaddan çıxmaz üzün ömür boyunca. Azər deyər, müqəddəsdir şəhidim. Düşməni susturdu qorxmaz igidim. Cəsurlar haqqında bunu söylədim. Onlar üçün söz deməyə qalınca,
şəhədə borcluyuq ömür boyunca. Şəhidlərə borcluyuq ömür boyunca. Çok sağ olsun. Teşekkür ederim Amanın adına. Teşekkür ederim kardeşim. Çok sağ olsun. Bütün nakşedin görmedi. Ali çok sağ olun. Ergane Hanım, belki bir neçə kəlmə. Amin. Teşekkür ederim. Çok sağ olun. Teşekkür ederim her birinize. Şehir atası. Rıza müəllim, hardasan buyur. Allah balamıza rahmet olsun. O görünür ki, xüsusi təyinatların gizli şəhid Heydərov Sabir Ceyhinoğlu 4 oktyabrda şəhid olur. Müharibənin 7-ci günü. Ben 4 oktyabr hakkında onu deyə bilərəm ki, düz 32 yıl bundan qabaq Heydər Əliyev hakimiyyətə 4 oktyabırda, 93'te gəldi. Və onun ilk sözü bu oldu ki, biz Qarabağ torpaqlarını azad edəcəyik. Doğrudan da 27 yıl ondan sonra onun dediği hasıl oldu ve Azerbaycan torpaqları azad olunmaya başladı. 2020 yılda 44 günlük müharibədə oktyabrın 4'ünde Cəbrayıl şəhəri azad olundu. 9 kənd azad olundu. Bak bu onu gösterirdi ki, Azerbaycan artık Cəbrayıl'ı azad edilenden sonra Hadruz Şuşa yolu açılırdı. Bu işte biz şəhidlər verdik. Sözsüz ki, qələbə elə bilə başa gəlmir. O gün 200'den artıq şəhidin 3'ü də Şamaxının payına düşdü. Və o şəhidlərdən hamısına Allah rəhmət eləsin. Və bir də demək istəyirəm ki, bütün müharibələrin axırı sülhdür. Hər bir şeyin rəmzi mənası var. Bax, ermənilər, belə deyək, kafirlər 92-ci ilin mayın 8-də Şuşanı tutmuşdular. Ona görə də biz Şuşa şəhərin noyabrın 8-də tutduq. Əvəzinə. Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında avqustun 8-də müqavilə bağlandı. Sülh haqqında deklarasiya. Bax 8-də oldu. Azərbaycanın təqvimində anım günü var, zəfər günü var, suverenlik günü var. Mən arzu edərdim ki, o təqvimdə günlərin bir artsın, sülh günü. Və sülh olsun, bir daha biz şəhidlər verməyək. Allah şəhidlərə rəhmət eləsin. Amin. Necime Hanım, buyur. Karşımda dayanmışsan, buyur. Allah cəmi şəhidlərimizin məqamımıza yerini zənnət eləsin. Amin. Allah bacı qardaş sizə səbir versin. Allah cəmi şəhidlərimizin valideynlərinə səbir versin. Allah ordumuzu qorusun, qazilərimizə can sağlığı versin. Amin. Ya İmran qardaş bir yaxşı söz dedi. Biz yerdən göyə qədər Azərbaycan xalqından, millətindən, dövlətimizə, icramıza, prezidentimizə razıyıq. O qanında erməni qanı olanlar bilmir bizim şəhidlərin qədrini. Allah hamdan razı olsun. Çok sağ olun, teşekkür ederim. Hürmetli cemaat, aziz şəhid ataları, hürmetli şəhid adaları. Bak gördünüz, Abir müəllimi özü razı diyor ki, kimse bizden razı olsun. Ha, bu saatçılara bazı söz vereceğim. Ona göre de konaklara güç vereceğim. Konaklarımız çok değil. Allah Teala bereket versin şehit atalarına, hürmetli şehit analarına. Bayram buyur sen de buyur, sonra geçelim konaklara. Bütün tədbir iştirakçılarını salamlayıram. Allah sizdən razı olsun ki, hep şey yapmışsınız. Sabir balanın ailəsinə səbir diləyirəm. Allah Teala bütün şəhidlərimizin yerin cənnət məqamlarına eyləsin. Gültekin bacı, buyur bir neçə kəlmə. Vaxtımız həmi məhduddur. Çünki arkada var. Hörmətli tədbir iştirakçıları, hörmətli rayon nümayəndələrimiz, ağsaqqalımız, axundumuz, Allah hamımızdan razı olsun. Amin. Bizi ilə balalarımızı ziyarət edirsiniz. Allah köməyiniz olsun. Fərqanə bacı, Ceyhun qardaş, Allah balozun bugünkü günün qəbul eləsin. Qalan balaların nəvələri saxlasın. Hamımızın dərd ortaqları, balalarımızın, qalan balalarımızı salamat eləsin. Şəhid balalarımızın ruhu şad olsun. Məqamı ucad Allaha şükür. Onların qüruru, fəxri bizi yaşadır. Allaha şükür. Belə oğullar çox gedir, amma belə gedə bilməz. Oğul cavan, ölən görmüşük, bizim də az yaşımız yoxdur. Amma şəhid bala başqa deməkdir. Allah bizə səbir versin. Amin. Bugünkü gündə il dönümü olan balalarımızın hamısının ruhu şad olsun. Məqamı uca olsun. Çox sağ olun. Teşekkür Allah ederim. razı olsun. Çok sağ olun. Dilara Hanım, Bəli. əmi qonşusan,
Deyir uzaq qomuna yaxın qonşu yaxşıdır. Çok sağ olun. Buyurun, həm də sizi çox istəyirəm. Mən oluram bu Çok sağ ailələr, olun. ailədən. Çok sağ olun. Bacımdır, o bacımdır. bu Allah qardaşımdır. sizden razı olsun. Balamdır. Ben bugün Sabir balamın ve onun timsalında olan şəhidlərin hamısının qarşısında baş əyirəm. Və bugün deyirəm ki, şəhidlər, siz şəhidlər xiyabanında uymağınızla Allahın məqamındasınız. Oradan bizi görürsünüz, oradan bizi eşidirsiniz və bizim bugün sizi anım gününə gəlməyimizi siz oradan ruhunuzla duyursunuz. Siz prezidentimizin ətrafında yekdil oldunuz, vətəni qorumağa, Qarabağımızı qorumağa getdiniz və qalibiyyət qazandınız. Sevgi ilə etdiniz bunu və biz də həmişə sizi sevgi ilə anmalıyıq. Bu bizim vətəndaşlıq borcumuzdur. Qazilərimizə də, müharibə iştirakçılarımıza da hamısına Allah can sağlığı versin. Mən bir şeirimdən icazə verirsinizsə Buyurun, bir şeir buyurun, buyurun. demək istəyirəm. Cəmi şəhidlərə aiddir bu. Şəhidlər xiyabanı. Şamaxıda bir məkan var. Bu məkanın vardır adı. Sormayın ki o haradır. O şəhidlər xiyabanı. Bayraqlarla bürünübdür. Burada şəhid məzarları. Qan rəngində qərənfillə bəzənibdir. O şəhidlər xiyabanı. Qarabağım azad oldu. Canlar ona fəda oldu. Nəsillərə örnək qaldı. Bu şəhidlər xiyabanı. Fərəh oldunuz elimizə, qələbəni verdiniz bizə. İndi ümid yeri olub bu şəhidlər xiyabanı. Tarix yazan igidlərdən biri sənsən, şəhid Sabir. Uyumusan sən də burada, alıb səni ağuşuna. Bu şəhidlər xiyabanı, bu şəhidlər xiyabanı. Çox sağ olun. Cəmi şəhidlərimizin ruhu şad olsun. Allah hamınızdan razı olsun. Təşəkkür edirəm, bu hər birinizə anında təşəkkür iştirak edirəm. edin. Gözəl Çox sağ vaxt, olun. uşaqların vaxtı Allah'a şükür gözəldir. Gözəl vaxt, gözəl məkan, gözəl hava. Lap qar dizdən ola, soğuğun ola bizi götürüb apara, yenə biz bunların döşündük. Qoy Vahid müəllimə söz verim. Vahid müəllim buyur. Çok sağ olun Serkan. Ben de sevgilerle siz başta olmalı bütün şehit ailelerden Allah'tan sabit ediyorum. Bak bizim İsmail'den gelen şehit anamız çok güzel buydu ki ben oğlumu bu şehit bağlarımızın yanında görürüm. Həqiqətən elə. Çünki onlar bir qabdan yemək yeyib, bir amal uğrunda torpaq, vətən, dövlət uğrunda vuruşdular. Həqiqətən də sözlü qüvvət. Bunları biz bir döyüşçü olaraq görmüşük. Birinci Qarabağ Savaşına, ikinci Qarabağ Savaşına qədər. Bunlar həm də o döyüşləri ilə, o zəfərlə bağlı bizə birlik, bərabərliyi də tövsiyə elədilər, verdilər, getdilər. Biz bunu qorumalıyıq, o birlik, bərabərliyi. Biz nə qədər ki birliyimiz, bərabərimiz yoxdur, nə bu dövləti qoruya bilməzik, nə də o şəhidlərimizi öldürür. Allah Teala bizim bu birliyimizi, bərabərimizi əlimizə almasın, bizə bunu Amin. daha da biz bir olaq, onların bizə əmanət qoyduğu dövləti, torpağı, suverenliyi Möhkəm qoruyub saxlayaq. Amin. Allah hamımızdan razı olsun. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun Vahid müəllim. Çox sağ olun. Güllü xanım buyur. Günləri Sabir balamızın anım günüdür. Sabir xüsusi təyinatlıda iştirak edir. O xüsusi təyinatlılar tam ayrı uşaqlar. Onlar elə döyüşürlər ki, elə manevralar eləyirlər ki, Yana xanım biraz yana. yəni onlar öyrədilmiş bir uşaqlardır ki, yəni müharibəni belə qələbə çalmaq olar. Mən nə deyə bilərəm? Allah Sabirin keçdiyi həyat yolu keşməkeşlidir, Amin. dəyərlidir. Onun haqqında çox danışmaq olar. Ancaq mən bu günləri Sabirəm, yeri rahat, cənnət, son qəmin olsun Ceyhun müəllim. Allah sizə bir daha pis günlər heç kəsə göstərməsin. Həmişə balalar, anaların yanında olsun. Son qəminiz olsun. Rəna xanım buyur. Çox sağ olun. Söz verdim oradan, məndən qarşı Bəli, gəldilər, çox sağ olun, sağ olun. minnətdaram söz verdiyinizə görə. Mən də şəhid ailələrinə səbir diləyirəm. Bugünkü şəhidimiz Sabir bizim məktəbimizin tələbəsi olub. Məktəbimizin kollektivi adından, şagirdləri və müəllimlər adından valideynlərə başsağlığı verirəm. Allah səbrinizi versin. Çox sağ olun. Təşəkkür. Hörmətli Saqqal. Hacı. Mirəli qardaş. Zəhmət şəhid gəlmisiniz. Buyurun bir neçə kəlmə.
Göylər olun və kəndindəndir. söz verdiyiniz üçün təşəkkür edirəm. Bura belə bir məkandır ki, mənim düşüncəmə görə həm çox kədərli məkandır, həm də çox qürur verici məkandır. Kədərli məkandır ona görə ki, ox dəgənə bəllidir. Bu yaşda mən üzr istəyirəm, bunların əksəriyyəti mənim balam yaşındadır. Atası da, anası da. Bunların qarşısında mən 80 yaşımın olmağına baxmayaraq, hamısının qarşısında baş əyirəm. Çox sağ ol, Allah razı olsun. Bunların evlatları 22-25 yaş arası gülü açılmamış solmuşdular. Özü qürur vericidir ki, mən o günləri Ağsaqqal Yaduzcaça öz şəhidlərimizin Bəli, anımında dediyim, dedim bəli. mən öz ata-anamın mənim o vaxtı yanımda danışdıqların, onların hardasa o vaxtı 18 yaşları olubdur. Onlar o qaçqın kimi bizim tariximizə düşən məqamdan danışanda onların damarında qanı doğurdu. Ondan bura qədər mərhum qonşularımız bizə həmişə badalaq veriblər, bizə həmişə ağrı satıblar. Ona görə qürur vericidir ki, bu evlatlarımız bizim o neçə ildəki bizə satılan hayfı aldılar ermənilərdən. Torpaqlarımızı aldılar, qisasımızı aldılar erməni. Şahverdi, görürsə seni. Mən onların yenə qarşısında evlad analarının, evlad atalarının qarşısında baş əyirəm. Mən söz verdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Vaxtınızı Çox sağ olun. aldığınız üçün üzr istəyirəm sizdən. Sağ olun. Gəlir bura. Ben de bütün tədbir iştirakçılarına salam. Günləri anı günü olan bütün şəhidlərin qarşısında səbir diləyirəm. Allah hepinizdən razı olsun. Amin. İnsanların çoxluğu bizi yaşadır, bizə mənəvi çox verir. Çox sağ olun, Allah razı olsun. Sağ olun. Allah bütün şəhidlərimizin, Allah'ın bizim yerin cənnət eləsin. Amin. Hər birinin ruhu qarşısında baş əyir. Çox sağ olun, təşəkkür edirəm. Göylərin arasını kəsmirəm. Xan baba. Buyur. Ben de tədbir iştirakçıların salamlayıram özümüzdən. Allah bütün şəhid valideynlərine səbrin versin, dözüm versin. Ceyhun qardaş, Allah Sabir balamızın timsalında bütün şəhidlərimizə rəhmət eylesin. Allah məqamlarınıza eylesin. Qalan balalarınızın xeyrin görəsin. Təşəkkür edirəm. Çox sağ olun. Şahverdi mənə işarə elədi ki, orada danışacaq. Bəs üstə. Xeyr, hər kəs salamlayıram. Arbatınız ki, çox sağ olun. Biz Sabirlə eyni qrupda xidmətləmişik, eyni yerdə döyüşmüşük. Allah rəhmət eləsin şəhidimizə. Sabir haqqında həqiqətən danışmaq çox çətindir. Bilmirəm o hansı xasiyyətindən danışır. O qədər mədəni, mərifətli bir oğlan idi ki, o. Böyük kimi, kiçik kimi hörmət göstərdi. Həm də çox gözəl döyüşçü olub. Allah ona rəhmət eləsin, ailəsinə səbir versin inşallah. Öpürəm ana əllərinizdən. Allah sizə səbir versin. Sağ olun. Təşəkkür edirəm. 12 deyil də dəyişdi. Gəlsin kim danışmaq istəyir buyursun. Bu elə yerdir ki, bu elə məkandır ki, bu elə ki, bura ziyarətgahdır. Ona görə ki, bura xoşbaxtlıqdır. Ona görə ki, bura cənnətdir. And yerimizi. Allah sizin hər birinizdən razı olsun. Hörmətli qardaşlarım. İzdihamdır. Hər dəfə izdiham olur. Bugün izdihamdır. Orada da, burada da, bax orada da. Hər tərəfdə bu günlər izdihamdır. Allah təşəkkür edirəm. Ağsaqqalıq təşəkkürlə belə şey gör. Kim? Ha. Hörmətli cəmaat. Əziz qardaşlar. Teğmen müəllim, buradasan, daha gözəl şeydir, mən də dayıyam. Sən olmuşsan mənə, buyurun. Hamınızı salamlayıram. Çox sağ olun. Bizim bu şəhidlərim Çox sağ olun. Təşəkkür edirəm. Sən mənlə yoldaşlıq eləmişsən. Çox sağ ol, hər birinizə təşəkkür edirəm. Səyyarə xanım. Səyyarə xanım. Bugün buradasınız. Sən də xoşbəxt insansan ki, bugün buradasan. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu əziz qardaşımız da onların timsalında. Məkanı cənnətdir. Ruhu da həmişə şad olsun. Amin. Allah Ceyhun qardaşımıza səbir versin. Onun yoldaşına səbir versin. Həmişə şəhidlər bizim and yerimiz olacaq, qürur yerimiz olacaq. Həmişə hörmətlə, kədərlə olacaq. Allah rəhmət etsin. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Gözləri danışın. Səmiyev, bir neçə kəlmə.
Ceyhun, Allah sizə, sizin ailənizə səbir versin. Şəhidlərimizin yeri cənnətdir, cənnətdə olaraq qalacaq. Şəhidlər Xiyabanı doğrudan da bizim and yerimizdir. Biz bu şəhidlərimizlə fəxr edirik. Bizim burada uyuyan qardaşımız da var, balalarımız da var. Biz bu şəhidlər Xiyabanı gələndə doğrudan da fəxr eləməliyik. Bu gün fəxr eləməliyik ki, bu cür balalarımızı biz yetişdirdik. Allah sizə can sağlığı versin. Bu balaların əksəriyyətin atası, dayısı, veteran, qazi, şəhid ailəsidir. Bu gün bunların damarından axan qan onu sübut elədi ki, həqiqətən də biz bu veteranların, şəhid ailələrin, qazilərin qanın yerdə qoymayacaq. Allah bu balalarımızdan razı olsun, yerləri cənnətdə olsun, ruhları şad olsun. Bizim fəxrimizdir. Biz bu insanlarla fəxr eləməliyik. Ağarza müəllim demişcə, bura bizim and yerimizdir. Bu yerə, Şəhidlər Xiyabanına heç kəs məcbur gəlməməlidir. Kimin ürəyində bu şəhidə hörmət var, qiymət varsa, o özü gələcək. Artıq kimisə bura gətirmək məcbur, heç kimi məcbur eləmirlər ki, kimsə bura gəlsin. Bura bizim and yerimizdir. Allah bütün şəhidlərimizə, bu balalarımıza yerin cənnətdə eləsin, ruhları şad olsun. Təşəkkür edirəm. Qobustan rayonundan mənə məlumat verdilər. Burada qonaqlar var. Buyursunlar. Qobustan rayonundan olan qonaqlar. Tədbir işçiləri, salamlayıram hamınızı, xoş gəlmişsiniz. Allah sizdən razı olsun ki, şəhidlərimizi yaddan çıxartmırsınız, qazilərimizi yaddan çıxartmırsınız. Mən də Qobustan rayonunun Nağbır kəndindən gəlmişəm. Xüsusi təyinatların qoşunu Məmmədov Bəxtiyarın atası Bayram Şərk. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin ki, torpaq uğrunda bunlar canından, qanından keçdilər. Allah prezidentimizə də ömür versin ki, bunları üstündə durub, yəni bunlar canından, qanından bir məqsəd götürmüşdülər üzərinə ki, ancaq torpağı biz azad eləyək. Bunlar dahi vətən uğrunda, yəni torpaqlarımızı düşmən işğalı altında qalmasın deyibən. Allah bunlara rəhmət eləsin. Allah yerləri cənnətli olsun. Allah köməyiniz olsun. Çox sağ ol, təşəkkür edirəm. Şahba xanım, söz verdim orada sizə. Buyurun. Sizə hər də olsa söz vermək bizim borcumuz. Ceyhun qardaş, Can bacı, səkimizi bol eləsin. Belə deyirəm, mən şəhid ziyarətinə gedəndə, nə qədər xəstə olsam, elə bir ziyarətə gedəndə mən özümü çox sərbətsiz hiss Ona görə də bugün özünə borc bilib, Sabir balamızın ziyarətinə gəldim. Şimdi sabah bizdə də həmin burada yığışanlar sabah bizdə olacaqlar. Ona görə mən onu nətər deyim, özümə borc bilib bugün sizin yanınızda olmağı, Sabir balamın ziyarətində olmağı özümə borc bildim. Borc ona görə bilirəm ki, biz bunların sayəsində ayaq üstüyük, bunların sayəsində yaşayırıq. Bizi yaşadan, bizi qürurlu edən şəhid balalarımızın hər birinin ruhu şad olsun. Fəxr edirəm ki, belə bir şəhid qeyrətli oğulların ölkəsində yaşayırlar. Allah dövlətimizi qorusun, birliyimizi qorusun. Bir daha deyirəm, heç vaxtı başımız aşağı olmasın. Bizim balalarımız bizim alnımızı açıq eləyir. Alnı açıq, balalarımıza qovuşmaq Allah bizə nəsib etsin. Hər zaman bizim yanımızda olan, bizimlə bir olan, dərdimizə şərik olan analar, bacılar, qardaşlar, Allah onları da qorusun ki, bizim yanımızda olub bizi heç qoymurlar. Çox sağ olun. Təşəkkür edirəm. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun. Xahiş elədi, məndən qədər vacib bir şey olduğuna görə onun mavini buradadır. Buyursun. Çox sağ olasaq da söz verdiyinə görə biz Sabir qardaşımız timsalında bütün şəhidlərimiz Allah rəhmət eləsin. Yerləri onların cənnətdir. Onların ailələrinin bizim üstümüzdə haqları böyükdür. Allah onlar haqlarını bizə halal eləsin.
Allah bir də dövlətimizə, xalqımıza belə acı yaşatmasın. Allah o körpə balaları, bayaq gördüyünüz körpə balaları, onları sağlam, xoşbəxt böyütsün. Çox sağ olun. Teşekkür ederim. Rana Hanım. Buyurun. Yakınlaşın bana. Vay kardeş. Durmuşsan burada benim yanımda. Bir neçə tane. Çox sağ olun. Allah cəmi burada iştirak edən gözəl balamız, şəhid balamız Sabir kişini ziyarətə gələnin hamısının canı sağ olsun. Amin. Hər birinizdən Allah razı olsun. Mən xüsusi vurğulamaq istəyirəm ki, xüsusi təyinatlı qüvvələrin mənsubu olan şəhid Heydərov Sabir Ceyhinoğlu həqiqətən də xalqımız üçün, ordumuz üçün bir örnəyə çevrilib. Onun hətta bütün deyərəm ki, qrupda olan, qazi olan qardaşları da burada iştirak edirlər. Xüsusi təyinatlı qüvvələr. Çox sağ olun. Allah hər birinizi salamat eləsin. Balalarınızın üstündən əski eləməsin. Siz də döyüş vaxtı yaşıma 052 bax bunlar idi, deyilən oğlanlar. Həmin bu oğullardır ki, bu günlərin burada bizimlə çiyin-bəçiyin iştirak edirlər Sabir qardaşlarının tüzün günündə. Allah hər birindən razı olsun. Mən sizləri salamlayıram. Çox sağ olun bala. Allah bir də ordumuza, xalqımıza, bizə deyərlər, müharibə deyilən adda bir şey nəsib eləməsin. Olarsa da layiqincə cavabını verərik inşallah. Polkovnik. Mikail müəllim. Buyurun. Hər vaxtınız xeyir olsun. Mən də şəhid analarına, şəhid atalarına baş sağlığı verirəm. Qarşılarında baş əyirik. Allah hamısına rəhmət eləsin şəhidlərimizin. Və burada uyuyan, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan bütün valideynlərə baş sağlığı veririk. Allah hamısına rəhmət etsin. Qəbirləri nurla olsun. Amin. Çok sağ olun, teşekkür ederim. Hürmetli cemaat. Çox sağ olun Ağsaqqal. Mən də bütün ziyarət iştirakçılarının hamınızı salamlayıram. Ceyhun qardaş, Fərqanə bacı, Allah səbir özü versin. Allah Sabir balamızın məkanını cənnət eləsin. Məqamını uca eləsin. Onun timsalında cəm şəhidlərimizə Allah rəhmət eləsin. Onlar bizim bugünkü günümüz üçün, dövlətimizin bütövlüyü üçün, bayramımız üçün canlarını fəda ediblər. Allah onlardan dönə-dönə razı olsun. Dövlətimiz var olsun ki, ordumuz güclü, qüdrətli olsun, basılmaz olsun, ayıq-sayıq olsun. Allah bizim də hamımızın səbrin versin. Birliyimizi, bərabərliyimizi əlimizdən almasın. Çox sağ olun. Siz mənimlə yoldaşlıq eləmişsiniz. Biraz danışmanlarınız yoxdur, yaxınlaş bura. Belə yerdir bura ki, burada danışmamam mümkündür. Şərədir kənd icra nümayəndəsinin sədri, hörmətli Xamış müəllim. Buyur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Valideynlərə səbir versin. Hamısının qarşısında baş əydik. Çox sağ olun. Hörmətli cəmaət. Allah Teala hər birinizə xoş günlər, xoş saatlər, xoş dəqiqələr qismət eləsin. Allah Teala bütün şəhid atalarla, mənim duam budur. Şəhid analarını, qalan balalarını xoşbaxt eləsin. Ya Rabbim, ya Resulallah. Allah Azərbaycan xalqını xoşbaxt eləsin. Qazilərimizə Allah can sağlığı versin. Allah Teala bütün xalqımızı, cəmaatını Allah xoşbaxt eləsin. Hörmətli cəmaət. Bu böyük xoşbaxtlıqdır. Bu böyük bir şərəfətdir. Bax, gör nə qədər millət var. Dur orada nə qədər millət var. Orada gör nə qədər. Buyur hadi. Çox sağ olun. Allah sallallahu aleyhi Rabbena la tuzigh qulubana ba'da idh hadaytana Fatiha. Allah rəhmət eləsin.